Mən Ağayev İsmail Bəşiroğlu 1966-cı ildə Dərələz mahalının Paşalı rayonunun Terp kəndində doğulmuşam. Yəni valideynlərim mənim nənələrim, babalarım da Qərb Azərbaycandan kökənlidirlər. Nənəm həmişə danışardı ki, yəni mən həmişə sual verərdim ki, nənəmə, babamı görməmişəm. Onlar müharibəyə gediblər, o vaxtı döyüşlərdə olublar. Ancaq ondan öncə də erməni basqınları, erməni təcavüzü nəticəsində bütün ərazilərin qorunmasında fəal iştirak ediblər, bunu hamı bilir. Demək olar ki, bizim Dərələz mahalında o cümlədən bu İstisu, bu Məmərza, Ağkənd, gəldi Terp və bu bölgələrdə həmişə qoçaq insanlar olubdur və onlar öz ailələri üçün, öz eli üçün, obası üçün bu erməni daşnaq birləşmələrlə qarşı həmişə mübarizələr aparırlar və atsan qoyublar demək olardı. Və bizim o doğulduğumuz valideynlərimizin, böyüklərimizin doğulduğu kəndlər mərhələli şəkildə bir neçə dəfə deportasiya məruz qalıbdır. Məsələn, mənim nənəm danışardı ki, biz Qərb Azərbaycandan deportasiya olunduğu ermənilərin bu basqınları nəticəsində gəldik əvvəl Azərbaycana, Şuşaya gəldik. Şuşada da o qalmaqallı dövrlər olanda ondan Ərdəbilə gediblər. Təsəvvür elə bir müddət Ərdəbildə yaşayıblar. Bunlar da təyyarə ilə getməyiblər. Bunlar ancaq piyada deyil, yollar gedirdi. Bir neçə dənə uşaqları ilə birlikdə təsəvvür elə və belə bir qohum, əqrəbə, bir nəsil deyək də, bir belə köç edilmişlər. Bir neçə il Ərdəbildə yaşayandan sonra deyil, xəbər eşitdik ki, bəs Şura hökuməti gəlib də, yəni onlar Leninin hakimiyyətdən getməsi, gəlməsi o dövrlərdən öncəki hələ dövrləri deyirəm. Deyir, yenidən biz qayıdıb gəldim, onlar yenidən qayıdıb gəliblər Şuşaya, bir müddət orada yaşayandan sonra bir də Şuşa elə bir yol üstü olub da, o elə bir ki, həmin ərazilərə keçmək üçün Qərb Azərbaycana, Zəngəzurdan keçəndən sonra yenidən gəliblər, öz ata-baba torpaqlarına, Dərələzə gəliblər, Paşalı rayonuna gəliblər, Məmərza kəndinə gəliblər və çox məşəqqətli günlər yaşayıblar. Mənim həmişə danışdırardım, mən uşaq olarkən nənəmi ki, necə olur, necə yaşayırdınız? Həmişə bir gərginlikdə olublar bunlar, öz ata-baba torpaqlarında yaşamalarına baxmayaraq, ancaq onlar ermənilərin həmişə belə bu təcavüzü ilə hər an üzləşməyə hazır olublar. Və onlarda o torpağa, vətənə sevgi heç bir zaman onları o torpaqdan ayrı qoymuşdu. Sonra atam mənə danışırdı ki, onlar 1945-48-53-cü illərdə deportasiya olunanda Bərdənin Qaradəmirçi kəndinə gəliblər. Və orada bir müddət yenə yaşayandan sonra təsəvvür elə yenidən bir dənə də Qərb Azərbaycana qayıdıblar. Yəni bir ailə olaraq, bir nəsil olaraq, bir toplum olaraq gör biz nə qədər məşəqqət çəkmişik. Bakı şəhərində ya Azərbaycanın başqa bir bölgəsində Sabahı rayonundan Əhmədlidə bir ev dəyişəndə 3 otaqlı mənzildən 4 otaqlı mənzilə gedəndə insan 6 ay vaxt lazım olur ki, o əmlakını aparsın. Yəni o yaşadığı binada o binadan ayrılmaq onun üçün çətin olur. Onun qonşuları ilə, onun sinif yoldaşları ilə, onun boya-başa çatdığı o məhəllə ilə. Ancaq bizim təsəvvür elə ki, mənim nənəm 1870-ci ildə doğulubdur. Onun babasıgil o kəndlərdə yaşayıb, babasıgil deportasiya olunub. Dalıncaq bunlar nənəmgil 1870-ci ildə deyir ki, mənim 7-8 yaşım olanda nənəm deyirdi ki, öz anası ilə deportasiya olunub. Sonra mənim nənəm böyük olanda mənim atam və bibilərim nənəmlə deportasiya olunubdur və mən böyüyəndən sonra mən atamla deportasiya olmuşam. Biz nəyə görə biz boyda deportasiya olunmalıydıq? Səbəbi nə idi? Bizim günahımız nə idi görəsən? Biz nəyə görə biz babalarımızın, nənələrimizin qəbrindən ziyarət eləyə bilməməliydik? Biz nəyə görə biz qohum əqrəbəmizi itirməliydik? Mənim yadımdadır, biz orta məktəbdə oxuyanda bizim Cermuq şəhəri yaxınlığımızdaydı. Biz demək olar ki, o qəsəbədə yaşayırdıq, kənddə və bir tərəfimizdə o vaxt ki, adı Paşalı rayonunun ermənilər dəyişdirilmişdi, Yırmazların adına Əzbəyev qoymuşlar. Biz 6-cı, 7-ci, 8-ci sinifdə oxuyanda tək heç bir zaman getmirdik. Nə görə ki, həmişə ermənilərin belə bir basqınına məruz qalardıq. Həmişə belə cüt gedərdik, filan eləyərdik və həmişə də bizə
ermənilərin bir kəlib sözü vardı. Hayes Türkes deyərdilər. Və onlar bizim klublarda o qədər türklərlə bağlı belə vəhşət doğuran filmlər göstərirdilər ki, uşaqlıqdan bizim özümüzdə apardıqları ideologiyaya görə bizim özümüzdə türklərə qarşı bir nifrət hissi oyadırlar. Ermənilər bizdən soruşanda Hayes Türkes, yəni ermənisən yoxsa türksən sözünü deyəndə biz deyirdik, yox biz türk deyilik, biz Azərbaycanlıyıq. Biz olimpiyadalara gedirdik və gedəndə də həmişə orada ermənilər bizdən dalaşırdılar. Həmişə və biz onun sirrini bilə bilmirdik ki, bizim yəni günahımız nədən olmuşdu ki, niyə belə bunlar bu addımları atırdılar. Sanki onların orta məktəbində də uşaqlara da türklərə qarşı bir nifrət hissi aşılayırdılar həmişə. Həmişə onlara qarşı türklərin bir düşmən obrazını formalaşdırırdılar. Onlar ona görə uşaqlıqdan onlarda böyük bir Ermənistan xulyası ilə yaşayırdılar. Bütün hər yer bunlarındır. Bütün dağda, torpaqda, meşədə, çöllər də hamısı bunlarındır. Ancaq yer adları, ot adları, deyərdim ki, meşə adları, çaylarımız, bulaqlarımızın da heç biri erməniyə uyğun bir ad olmamışdı. Terp kəndi elə bir ərazidə yerləşir ki, bir tərəfi Yerevana gedir, kəndin ortası ilə keçən yol, bir tərəfdə gəlir Laçına, Gorosa, deyək ki, Kafanda, Zəngəzura gedir. Bu Qara Kilsə zonasına gedir. Kəndimiz çox strateji bir yerdədir. Kəndimizin iki tərəfindən bir hissəsindən Terp çayı axır. Çayda çox gözəl balıqlar olardı, uşaqlar balıq tutardılar, eləyərdilər. Bir tərəfdə Arpa çayı gəlir, o Terp çayı ilə aşağıda Çakən kəndi var, orada qoşulardı. Bizim o kəndlərimizin yuxarı hissəsində ocağımız var idi. Yəni kənd əhalisi İslama bağlı idi, müsəlmançılıqda çox vacib bağlı idi. Toylarımız, ədət-ənənələrimiz, ölü götürməyimiz, yəni bunlar hamısı sırf İslami ədət-ənənələrlə həyata keçərdi. Orada çoxlu qədimdən qalmış, sonradan biz bildiyimiz bu Qıpçaq türklərinə aid, ondan sonra deyərdim ki, türkçülüyün simvolunun özündə birləşdən qoç abidələri var idi. Ondan böyük-böyük daşlar var idi. Üzərində biz oxuya bilmədiyimiz yazılar vardı. Sonradan hətta mən Musa Urudun kitablarını oxuyandan sonra mən bildim ki, artıq bizim həmin o gördüyüm o abidələr, o daşlar böyük xaqanlara gedib çıxardı, türkçülüyə gedirdi və ermənilər bunu çox gözəl bilirdi. Ermənilər bax o daşları, o izləri itirməkdən ötəri əvvəldən çəkilmiş mərkəzi yolu yenidən düz o qəbristanlığın, o daşların üstünə salmış bizim qəbristanımızı tamamilə dağıdıblar bu günə qədər. Biz Google-dan da baxırıq da, hər gün maraqlanırıq ki, kimin evində kim yaşayır, harada, nə qədər nələr var və görürsən ki, qəsdənə düşülmüş şəkildə həmin o yolu o qəbristanlıq üzərindən çəkmişlər. O qəbristanlıqda bizim çox böyük qohumlarımız, əqrəbələrimiz, deyərdim ki, nənələrimiz, babalarımızın qəbirləri orada yatır. Yəni, çox gözəl olardı ki, biz də nə vaxtsa gedib onları ziyarət eləyək. Bəlkə də deyərdim ki, bu həyatda soruşsalar ki, bir insan olaraq sənin sonuncu dünyada arzun nədir? Təbii ki, insanlar deyir ki, mən övladımın toyunu görərdim, biri deyir, nəvəmin xeyir işini görərdim, ancaq mən deyərdim ki, mən elə o məktəbə gedib gəldiyim o yollarla bir daha da gedərdim. Mən o bağçamızda, bağımızda gəzərdim, gedib o qəbristanlığımızda, əgər nəsə qalıbsa da, heç qalmasa da, yerim bir o qəbristanlığımı bir ziyarət eləyərdim. Mən o çayımızda bir uşaqlarla bərabər gedib bir çimərdik. Çayımızda biz, su sərt idi, soyuq idi, ancaq biz həmişə çayımızda çimirdik. Çox gözəl bulaqlarımız var idi. Bulaqlarımızdan biz su içərdik, o bulaqlarımızdan, təbiətimizdən. Çoxlu gilə meyvələr var idi bizim bu dağlarda. Mən bazarda satılan bu nə qədər gilə meyvələr var, deyər ki, insan orqanizmi xeyir olan, bizim hamısı dağlarımızdaydı. Biz ondan pulsuz yığardıq, istifadə eləyərdik. Gözəl idi bizim təbiətimiz, füsunkar, rəngarəng, bütün demək olar ki, yaşıllar hamısı lalə rənginə bürünərdi. Yolun sağı və solu qoyun sürüləri otlayardı, çobanların tütə hissəsi, at yarışları keçirilərdi. Bizim kəndlərdə toy olardı, toy bir həftə çəkərdi.
bu kənddən o biri kəndə atla gedərdilər, gətirərdilər, hətta gəlini də aparıb gətirərdilər. Yəni toyun 6-cı bazar günlərində göyə güllə atardılar. Yəni biz belə görmüşük, biz böyük bir türkçülüyə xas olan bütün bu nə gözəl şeylər varsa, hamısı bizim bu Dərələzdə, bu Paşalı rayonun Terp kəndində biz onların hamısını görmüşük. Böyüyə hörmət, kiçiyə hörmət, il axırların keçirilməsi, bayram şənliklərində demək gənclərin güləşməsi, gənclərin bir-biri ilə yarışması, yallı oyunları, cürbəcür qadınlarla kişilər birlikdə deyərdim, yallı oynayardılar. Hamının da evində yallı oynamaqdan ötəri belə dəsmalları var idi. Təhsil almış çoxlu bizim yaxınlarımız var idi ki, gəlib onlar Azərbaycanda da, Yerevan şəhərinin özündə də təhsil aldılar. Ancaq ermənilər onların heç birinə iş vermirdi. Ona görə mərhələli yavaş-yavaş artıq zəka, beyni, düşüncəsi, qabiliyyəti olan insanlar iş tapa bilmədiyinə görə artıq oradan köçürdülər. Yəni gedirlər, gəlirlər, məsələn, Gəncə Texnologiya Universitetini qutarlar, Bakıda, məsələn, mən Bakı o vaxtı Politexnik İnstitutunun avtomobil nəqliyyatına fakültəsinə 1983-cü ildə qəbul olmuşam. Ancaq əmin idim ki, orada iş verə bilməyəcəklər. Hətta bizim safxozumuz, bizim kəndimiz tamamilə Azərbaycan kəndi idi. Bir dənə də olsun erməni yox idi. Çox hallarda ermənidən safxoza direktori erməni qoyurdular. Mühüm vəzifədə erməni qoydular. Bizim məktəbimiz 10 illik məktəb idi. Deyərdim ki, 7-ci sinifdə erməni dilini tədris eləməyə başladılar. Azərbaycan tarixi fənni yox idi, təbii ki, o vaxt dövr belə idi. Ancaq deyərdim ki, idarəçilik həmişə ermənilərin əlində olmuşdur. Ermənilər rəhbər vəzifələrə bizim Paşalı rayonunda icra hakimiyyətlilikdə birinci katiblik dövrü idi o vaxtı. Bir dənə də olsun Azərbaycanlı işə götürmədilər. Polis sistemində bir dənə də olsun Azərbaycanlı yox idi. Mən yadımda da eşitmişdim ki, bir dənə Kafan tərəfdə Kazaranda bir Azərbaycanlı işləmişdi, eləmişdi. Ondan sonradan çıxartmışlar. Yəni Azərbaycanlılara belə o mütəfəkkir, fikirli adamlara, savadlı, dünya görmüş adamlara heç vaxt ermənilər iş vermirdi. Onu düşünmüş şəkildə edirlər ki, bunlar ağıllıları, daha üzlü olanları geçsin ki, sonradan o deportasiyaya başqalarını da sövq eləyə bilsinlər. Azərbaycanlıların Qərb Azərbaycana qayıdış hisslərini onlar uşaqdan tutmuş böyüyə qədər həmişə öz içlərində saxlayıblar. Mən deyərdim ki, bax, mən özümdən, öz ailəmizdən, öz elimizdən, obamızdan götürürəm də. Mən bir şey deyə bilərdim ki, yəni bizə dövlət tərəfindən nə ev verilməsinə ehtiyacı var, nə evimizin təmir olunmasına ehtiyacı var. Biz hamımız ayaq-yalın qayıdarıq ora. Biz hamımız yaşlımızı belimizdə, körpəmizi qucağımızda apararıq Qərb Azərbaycana. Tək ki biz o günlərə qayıda bilək, tək ki biz o yerə gedə bilək.